Bir tərəfdə talvarlar altında qalaqlanan, həmçinin kanalların ətrafında yandırılaraq tüstülənən yun, digər tərəfdə isə örüşdə otlayan qoyunlar. Bu görüntülər Salyan rayonunun Şörsulu kənd ərazi vahidliyində yerləşən qoyunçuluq təsərrüfatlarındandır. Təsərrüfat sahiblərindən biri Mirzəlizadə artıq 10 ilə yaxındır qoyunçuluqla məşğul olur. Qoyun quzuların baş sayını 300-ə çatdıran sahibkar ötən ildən talvar altında yığıb saxladığı yun məhsuluna ürək ağrısı ilə baxır. Köks ötürərək deyir ki, hər il qoyunlardan yaz qırxını zamanı 400-500 kiloqram yun götürür. Amma onları sata bilmir. Qoyunu qırtdırırıq, bu yunu bir yerə təhvil verə bilmir. Elə qalır üstümüzdə, bura yoruq, ora yoruq, daca yeri zanət edir. 3 ildən bir ildən bir tökürür, o yüzden yandırır, buca tökürür, yəni belə şeylər. Yaxşı olar ki, bu bir müəssisə yeri asılsaydı, bu bizə bir yerə təhvil verərdi. Rayonda qoyunçuluqla məşğul olan digər təsərrüfat sahibləri də eyni vəziyyətdədir. Hər cürə şəraitimiz var bu təsərrüfatı inkişaf elətdirmək üçün. Hətta baytarların da müəyyən vaxtlarda vaksin vurulmasıdır, tədbir verilməsidir. Onlardan da razıyıq, heç bir çətinliyimiz yoxdur. Yalnız bizim bir çətinliyimiz var ki, mən 100 baş qoyun saxlayıram, mən bundan ən azından 180-200 kiloya yaxın, bəlkə də çox yunum olar. Olur hər il. 6-7 ildir biz bu yundən heç bir şey istifadə edə bilmirik. Mütəxəssislər deyir ki, əvvəllər yun toxuculuq sahəsində geniş istifadə olunub. Ondan xalça, xalılar toxunub, geyimlər hazırlanıb. İndi sintetik məhsullar peyda olunduğundan yun dəyərdən düşüb. Belə getsə, yun xalılarına rast gəlinməyəcək. Bölgələrdə yun satışında yaranmış böhranı mütəxəssislər bir sıra amillərlə bağlı olduğunu bildirirlər. Bu günləri deyərəm ki, qoyunçuluqda biraz problemlər var. Ən böyük problem odur ki, yun satışı, yun qəbulu məntəqəsi yoxdur. Yunlar qırxılır, tədarik üçün hər hansı bir məntəqə yoxdur. Ötən illərdə Salyan rayonunda 2 tədarik məntəqəsi var idi. Bu günləri rayonda tədarik məntəqəsinin açılmasına böyük ehtiyac var. Mən fermerlərin adına xahiş elərdim ki, rayonda heç olmasa 2-3 rayondan bir tədarik məntəqəsi açılsın, qırxılan yunlar tədarik məntəqəsinə satılsın və fermerlərin müəyyən qazancı olsun. Mütəxəssislərin fikrincə, bəzi zonalarda mərkəzləşdirilmiş yun emalı müəssisələri yaratmaqla vəziyyətdən çıxmaq mümkündür. Məhz o zaman toxuculuq müəssisələri tam gücü ilə işə düşər, yeni iş yerlərinin açılmasına da təkan verər. Könül Kazımova, Səmil Quliyev bugün informasiya proqramı üçün.